Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Doğru xəbər Azərbaycan bildirir ki, açıqlamada deyilir: ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava davam edir. Düşən yağıntının miqdarı Şəkidə 13 mm, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax, Gədəbəydə 9, Astara Yardımlıda 7, Zaqatala Göygöldə 6, Mingəçevirdə 5, Qusar Şəmkir Balakəndə 4, Bakıda və Abşeronda eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq, Şabran, Ceyrançı, Limişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə isə 3 mm-ə qədər qeydə alınıb. Yüksək dağlıq ərazilərə, Kəlbəcər və Şahtağa qar yağıb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi güclü əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeronda saniyədə 25, Neftçalada 20, Culfada 18, Şabranda isə 16-dır. Şamaxı, Daşkəsən, Qax, Qusar, Qırız, Şəki, Zaqatala, Balakən, Şahdağ və Lerikdə qatı duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 500 metrə qədər məhdudlaşıb. İndi isə sabahın havası ilə bağlı daha ətraflı. Oktyabrın ikisində Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 14-16, gündüz 18-21 dərəcə isti, atmosfer təzyiqi isə 767 mm civə sütun olacaq. Naxçıvanda da sabah gün ərzində arabir yağıntı ehtimalı var. Temperatur 17-19 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə, xüsusən də şimal-qərb rayonlarında yağıntılar leysan xarakterli intensiv olacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək. Temperatur gecə 13-16, gündüz 17-21, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.